Gəlin 1-ci Korinflilərə 13-cü fəslin 1 ayəsindəki Allahın sözünə nəzər salaq. Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm. Sevgisiz hər hansı söz ölüdür və əbədi həyat yoxdur. Bu, səslənən qonqdan və ya cingiltili zildən başqa bir şey deyil. Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, hətta mən Allahın bütün sirlərini bilirəm və İncilin 66 kitabının bütün biliyinə malik olsam da, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, bir insanın imanı dağları tərpədə bilirsə, bu iman nə qədər böyükdür. Amma belə bir inancım olsa belə, amma məhəbbətim yoxdursa, mən bir heçəm. Əgər bütün var dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur. İnsan yaxşı iman sahibi, çox bilikli və bol hikmətli olsa da, Allahın bütün sirlərini bilsə belə, sevgisiz heç bir şeydir. Müqəddəs kitab bizə öyrədir ki, sevgisi olmayanlar heç vaxt heç nəyə nail ola bilməzlər. Onlar gürultulu qonq və ya cingiltili zınqırov kimi olacaqlar. 9 ayəyə davam edək. Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. Kamillik gələndə məhdud olan aradan qalxacaq. Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm. İndi isə 3 şey qalır: iman, ümid, məhəbbət. Amma ən böyüyü nədir? Bunların arasında məhəbbət üstündür. Məsihin bizə bu dünyaya gəldiyi zaman öyrətdiyi yol məhz budur. Yeşaya 2-ci fəslin 2 ayəsini oxuyanda yazılıb, qoy Rəbb bizə öz yollarını öyrətsin, biz onun dizləri ilə gedək. Məsih bu dünyaya gələndə bizə hansı yolu öyrətdi? Deyə bilərik ki, bu sevgi yoludur. Kiminsə yaxşı imanı və ümidi olmasına baxmayaraq, sevgisi yoxdursa, o səslənən qonqdan və ya cingildəyən zəngdən başqa bir şey deyil. Əgər insanın yalnız inancı və ümidi varsa, amma sevgisi yoxdursa, onun iman həyatı uzun sürməyə bilər. Bu, əbədi davam edə bilməz. Məhz buna görə də Məsih bu dünyaya gəldi və bizə sevgi prinsipini öyrətdi. O, bizə dəyərli bir təlim verdi ki, bir-birimizlə birləşmək üçün sevgi yolunu tətbiq etməliyik. Bunu Yəhya 17-ci fəsildə tapa bilərik. İsa yer üzünə gələndə səmimi qəlblə Allaha dua edərək dedi, lütfən bizim bir olduğumuz kimi onlar da bir olsunlar. O, bizim üçün belə səmimi bir dua etdi. Ona görə də biz sevgi ilə bir-birimizlə birləşə və bir ola bilərik. Bizi başqa heç bir qüvvə bir edə bilməz. Biz yalnız Məsihin bizə öyrətdiyi sevgi prinsipini xatırlamalıyıq. Allah bizə məhəbbətin ən böyük olduğunu öyrətdi. Ona görə də heç vaxt məhəbbətə etinasızlıq göstərmək kimi axmaq səhvə yol verməməliyik.